Uyğunluğu müəyyən edin. Azərbaycanda Əməvilər və Abbasilər dövrü. Beyləqanda müsafirin başçılıq üsyanının baş verməsi 748-ci ildə başlamış və 752-ci ildə yatırılmışdır müsafir üsyanı və 748-ci ildə üsyan başladığı zaman hakimiyyətdə Əməvilər sülaləsi olmuşdu. Xəzər xaqanlığı ilə ilk toqquşmaların baş verməsi bu ilk xəlifələr dövrünə aiddir. 7-ci əsrin 40-cı illərindən etibarən bu müharibələr başlamışdı. Əhalinin siyahıya alınması, vergilərin artırılması 725-ci ildə Əməvilərin fəaliyyəti ilə bağlıdır. Bir AC olacaq. Digər tərəfdə Dəbilin Ərəb Əmirliyi mərkəzinə çevrilməsi Abbasilər dövrü deyil. Dəbil öncələrdən xəlifələr dövründən işğal olunması nəticəsində Qafqazda Ərəb Əmirliyi mərkəzinə çevrilmişdi. Daha sonraki dövrdə isə Əməvilər tərəfindən 8-ci əsrin əvvəli Bərdə şəhərinə köçürülmüşdü. Hərbi qənimətə görə xüms vergisi ödənirdi, doğrudur. Xürrəmlərin Həştadsər döyüşlərində məğlub edilməsi bu fikir ümumiyyətlə yanlışdır. Çünki Həştadsər döyüşlərində Xürrəmlər hər ikisində qalib gəliblər. 1 AC, 2B doğru cavab olacaq. B variantı. İkinci sualda göstərilənlərin aid olduğu şəhəri müəyyən edin. Albaniya dövlətlərin paytaxtlarından biri olub. Albaniya paytaxtı Qəbələ və Bərdə şəhəri olub. Azərbaycanda Ərəb Əmirliyinin canişlik mərkəzi olub. Biraz əvvəl qeyd elədim. 8-ci əsrin əvvəli ərəblər Bərdə şəhərini əmirlik mərkəzinə çevirmişdilər. Ona görə də doğru cavab burada 4 Bərdə şəhəri olacaq. D variantı. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. Fraspa döyüşü Atropatena tarixinə aiddir və eramızdan əvvəl 36-cı ildə olub, 60-cı illərdə olmayıb. Albaniya və Roma hərbi qüvvələr arasında döyüşlərin baş verməsi doğru cavabdır. Eramızdan əvvəl 66 Kür, eramızdan əvvəl 65-ci il Qanıq döyüşündə hər iki döyüşdə Roma qalib gəlmişdi. Albaniya dövlətinin Romaya qarşı Parfiyanın müttəfiqinə çevrilməsi, xeyr, bu Atropatena tarixinə aid ola bilər. Parfiya ilə müttəfiqlik münasibətinin saxlanılması həmin dövrdə. Azərbaycanın Roma imperiyasının əsarəti altına düşməsi, bu da yanlışdır. Ən azından burada imperiya ifadəsinə görə bunu çıxmaq lazımdır. Çünki bu dövrdə Atropatena asala salınsa da əslində bu yürüşlər nəticəsində, amma Roma imperiya dövrü eramızdan əvvəl 27-ci ildir. Bu dövrdə Romada Respublika dönəmidir, deyə olmaz. Hökmdar Kozisin Qanıq döyüşündə məğlub edilməsi, düzdür, Qanıq döyüşündə Albanlar məğlub edilib bu dövrdə, amma Kozis hökmdar deyil, Oroys hökmdar olub. Kozis sadəcə ordu başçısı, sərkərdə olmuşdu. Daha sonra baş vermişdir. Kutilərin Akkad dövlətinin varlığına son qoyulması eramızdan əvvəl 22-ci əsrdir. İskit Sağ tayfaların Azərbaycan axının başlaması eramızdan əvvəl 7-ci əsrin 1-ci rübünün başlanğıcında. Azərbaycanın cənubunda dövlət qurumlarının meydana gəlməsi eramızdan əvvəl 3-cü minillikdir. Manna adının ilk dəfə qaynaqlarda çəkilməsi eramızdan əvvəl 9-cu əsr Asur mənbələrində. Paytaxt İzirtunun Asur hökmdarı Aşurbanipal tərəfindən dağıdılması eramızdan əvvəl 650-ci il yürüşüdür. Həmçinin bu yürüşdən sonra Ahşer də öldürülmüşdü üsyan nəticəsində və doğru cavab burada olacaq elə Y variantı. 5-ci sualda müsafir üsyanından bəhs olunan mətn verilib. Mətndə bəhs olunan hərəkət başçısı, yəni müsafirlə Beyləqanda müsafir üsyanı, Babək arasında ümumi cəhət, Əməvilərin sülaləsinin yeritdiyi ayrı-seçkilik siyasətinə qarşı mübarizə bu müsafirə aid ola bilər. Babək Abbaslara qarşı üsyana rəhbərlik edib. Üsyana 8-ci əsrin ikinci yarısında başçılıq etmələri bu yanlışdır. Müsafir üsyanı 748-ci il birinci yarısında başlayıb, həmçinin Babək 9-cu əsrdən rəhbərliyə gəlmişdi. Mübarizə Araz çayının cənubundakı ərazilərdə başlamaları bu yanlışdır. Beyləqan Arazın cənubu deyil. C variantı yanlışdır. Ərəb əsarətindən azad olmağa çalışmaları D doğru cavabdır. Məzdəkilərin ideyalarını davam etdirən üsyan Xürrəmlər üsyanıdır. Müsafir üsyanı ilə əlaqəsi yoxdur. Erkən Tunc dövründə Azərbaycanda kollektiv dəfn etmə adəti meydana gəldi. Elə doğru cavab budur. Kollektiv dəfn etmə, ölü yandırma, kurqan tipli qəbirlər hamısı Erkən Tunc dövrüdür. İkinci İslam əmək bölgüsü Orta Tunc dövrü, sənətkarlıq müstəqil sahə çevrilməsi Orta Tunc dövrü, erkən şəhər mərkəzləri Orta Tunc dövrü, ayaqla hərəkətə gətirilən dulu uçaqları Son Tunc dövrüdür. Manna dövlətinin eramızdan əvvəl 7-ci əsrin 70-50-ci illərində baş vermiş hadisələr bu dövr Ahşerinin dövrüdür eramızdan əvvəl. Və Ahşeri öz hakimiyyəti dövründə müstəqil siyasət yeridirdi və Assur ilə müharibələr aparırdı. Bir doğrudur. Üsyan nəticəsində hökmdarın öldürülməsi söhbət elə eramızdan əvvəl 650-ci il Ahşerin öldürülməsindən gedir. Canişin sistemi İranzunun dövründə eramızdan əvvəl 8-ci əsrin ikinci yarısı. İskit Saq tayfaların bu dövrdə köçü baş versə də onlarla mübarizə yox, müttəfiqlik münasibəti saxlayıb Manna, 4 olmaz.
Urmiya gölündə şimalda yerləşən Manna ərazilər Urartu əsarətinə azad edilməsi də yanlışdır. Çünki Urartu eramızdan əvvəl 714 yürüşündən sonra, yəni Sargonun yürüşündən sonra bir daha Mannanın daxili işlərinə qarışa bilmir. Ona görə 7-ci əsrdə Urartu hücumlarından bəhs eləmək olmaz, Urartu işğalından bəhs eləmək olmaz. Doğru cavab B variantı. Hadisə nəticə əlaqəsinin doğru verildiyi cavabı müəyyən edin. Cavanşirin öldürülməsi 681, amma Mehranililərin hakimiyyətinin başa çatması 705 və bu iki hadisənin belə deyim, bir əlaqəsi yoxdur. Birinci Həmədan döyüşündə ərəblər Xürrəmləri məğlub edərək Həmədan ələ keçirir. Xeyr, birinci Həmədanda Xürrəmlər qalib gəlib, ikinci Həmədanda məğlub olublar. Abbasilərin hakimiyyətə gəlməsi, Azərbaycan cizyə vergisini almağa başlanması yanlışdır. Cizyə daha öncədən tətbiq olunurdu xəlifələr dövründən. Urnar Albaniyada hakimiyyətə gəldikdə 313-cü ildə və elə həmin ildə də xristianlığı dövlət dini elan edib, doğrudur. Amit döyüşündə dizravda etirilən vilayətlər geri qaytarılıb. Xeyr, bu yanlışdır. Dizravda etirilən vilayətlər 387-ci ildə geri qaytarılıb. Amit döyüşündə Sasanilər Albanlarla birlikdə qalib gəlmişdilər. Qədim Atropatena və Albaniya dövlətləri mədəniyyətinə aid oxşar cəhət, bəzi şəhərlərin ayrı-ayrı hökmdarlar tərəfindən salınması hər iki dövlətin mədəni həyatı üçün xarakterikdir. Ölkə arasında Yunan mədəniyyətinin yayılması, elm mədəniyyəti hər ikisinə aiddir. Hieroqlif yazı sistemi Mannadır. Möhürlərin üzük formasında yazılması Albaniya tarixinə aiddir. Təqvim isə heç birisinə aid deyil. Doğru cavab olacaq B variantı 1 və 2. Manna hökmdarı Ahşeri ilə Atropaten hökmdarı Artabazd arasında ümumi cəhətdir. Müttəfiqləri olduğu dövlətlərlə münasibətlərin pozulması, müttəfiq olduğu dövlət Ahşeridə Assur ilə münasibət pozulub. Atropatenada da Artabazd Parfiya ilə münasibəti pozub. Elə A variantı doğru cavabdır. Roma işğallarına qarşı mübarizə Artabazda aiddir sadəcə. İskit dövlətlə dostluq əlaqələri Ahşeriyə aiddir. Xalq üsyanı nəticəsində taxtdan salınan Ahşeriyə aiddir. Midiyada Kaştarit üsyanına yardım edilməsi Ahşeriyə aiddir. Doğru cavab A variantı olacaq. Eramızdan əvvəl 6-cı əsrə aiddir. Midiya dövlətinin Assur əsarətindən tamamilə azad olması bu eramızdan əvvəl 672-ci ildir və 7-ci əsrdir. Manna dövləti ilə Assur arasında Sirdaqqa sazişi eramızdan əvvəl 714, bu 8-ci əsrdir. İskit dövlətinin yaranması eramızdan əvvəl 7-ci əsrdir. Azərbaycan torpaqlarının Əhəməni əsarəti altına düşməsi eramızdan əvvəl 550-ci ildə Əhəmənilər dövləti yaranır və Midiya əraziləri Əhəmənilərə daxil olub və 6-cı əsrdə D variantı. Maşinli İskəndərin yürüşü eramızdan əvvəl 4-cü əsrdə olmaz. Albaniya dövləti Arşakilər sülasının hakimiyyəti dövründən fərqli olaraq Mehranilər sülasının hakimiyyəti dövründə Sasani dövlətlə müttəfiq olaraq Yadellərə qarşı mübarizə oxşar cəhətdir bu. Arşakilərdə Amit Dizrav döyüşü, Mehranilərdə Kadisek Tesfon döyüşü Sasanilərlə müttəfiq olublar. Xəzərlərlə xilafətə qarşı ittifaq, xeyr, Mehranilər Bizansla ittifaq qurmuşdu xilafətə qarşı. Xəzərlərlə mübarizə aparılıb həmin dövrdə Cavanşir tərəfindən. Ərəblərin hücumuna qarşı mübarizə aparıb, doğrudur. Çünki nəzərə alsaq ki, Arşakilər 510-cu ilə qədər Albaniyanı idarə ediblər. Həmin vaxt ərəb yürüşləri yoxdur, amma Mehranilərin hakimiyyəti dövründə 639-dan etibarən artıq Cənubi Azərbaycana yürüşləri var. 642-ci ildən etibarən də geniş hücumlar başlanılır və Cərmidan döyüşündən sonra da şimala, 643-cü il Cərmidan döyüşündən sonra da şimala yol açılır və nəticə etibarilə daha sonra Cavanşir xilafətinin hücumlarına qarşı mübarizə aparıb həmin dövrdə və Mehranilər sülaləsinin nümayəndəsi idi. Həmçinin Sasanilər dövlətinin tərkibində də Kadisek Tesfon döyüşlərində Mehranilər iştirak etmişdi. Ona görə də C variantı doğru cavabdır. Paytaxt yeni şəhərə köçürülmüşdür. Bu olmaz, çünki Arşakilər paytaxtı Bərdəyə köçürülmüşdü Qəbələdən 2-ci Vaçe. İnzibati islahatı əsasən Sasani dövlətinin şimal qüsmuna daxil edilmişdir. Bu heç birisine aid deyil, çünki bu Xosrov və Nüşirvanın inzibati islahatıdır. Həmin dövrdə də mərzbanlıq dövrüdür. Albaniyada Arşakilər hakimiyyətidir. Ümumiyyətlə heç birisine aid deyil Y variantı. Eyler-Venn diaqramında Manna və İskit dövlətinin müqayisəsi verilib. Eramızdan əvvəl 7-ci əsrdə deməli Assuriya dövlətinə qarşı mübarizə 7-ci əsrin birinci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparması bu oxşar cəhətdir. Ahşeri Manna hökmdarı idi və İşbakay da İskitlərin hökmdarı idi. Onlar ikisi birlikdə mübarizə aparıb. A ortaq olacaq hər ikisi üçün. A 3-ə aiddir, ortaqdır. Urartu dövlət tərəfindən ərazinin bir hissəsinin işğal edilməsi bu Mannaya aiddir. B 1-ə aid olacaq.
Altaydan Krım yarımadasına köç edən türklər tərəfindən əsasın qoyulması bu İskit dövlətidir. Ərazisində elmin mədəniyyətin yayılması Atropaten Albaniya dövlətinə aiddir. Bunların heç birisinə aid deyil. Eramızdan əvvəl 7-ci əsrin 50-ci illərində Midiya üzərində qələbə qazanılması bu eramızdan əvvəl 653-cü ildir. İskitlər Kaştaritini öldürürlər və Midiyanı işğal edirlər. Orada 28 il ağalıq eləyiblər. Aiddir C-yə 2-yə aiddir. Doğru cavab A variantı olacaq. 1B, 2C-yə 3A. Azərbaycanda paleolit dövründən fərqli olaraq neolit dövründə əhali yığıcılıqla məşğul olur. Hər ikisində yığıcılıq olub, oxşar cəhətdir. Təbiət qüvvələrinə inanan paleolit dövrünün fərqidir. İstehlak təsərrüfatı tamamilə formalaşdı. Xeyr, burada istehsal olmalıydı. İstehlak öncədən var idi, paleolitdən vardı. İstehsal təsərrüfatı neolitdə tam formalaşıb. C yanlışdır. Heyvanların ovlanmasında ox və kamandan istifadə olunurdu. Bu doğru cavabdır. Çünki paleolit dövründə ox və kaman mövcud deyil. Amma mezolitdən etibarən ox və kaman olduğu üçün neolit dövrdə də istifadə olunurdu. Bağçılıq, bostançılıq bu Orta Tunc dövründə meydana gəldiyi üçün cavab ola bilməz. Aşağıda verilən hadisələrin Albaniya dövləti üçün yekun nəticəsini müəyyən edin. 450-463-cü illərdə Albaniyada Sasani hakimiyyətinə qarşı azlıq hərəkatı başladı. Hərəkat Sasanlar tərəfindən yatırıldı. Bunun nəticəsi A ola bilməz, çünki hökmdar 1-ci Vaçe deyil, 2-ci Vaçe olub həmin vaxt. Sasanilər Albaniya daxil müstəqlinə son qoydu. Bu doğru cavabdır. Çünki 463-cü ildən etibarən mərzbanlıq dönəmi başladı. Yəni hökmdar hakimiyyətinə son qoyuldu və Sasani canişinləri Albaniyanı idarə edirdi. Ölkə ərazisi Hayland Rumların əsarəti altına keçdi, yanlışdır. Sadəcə bu dövrdə Hayland Rumların hücumu baş verir 462-ci ildə. Dövlət yenə də Sasanilər işğal altındaydı. Kolt, Girdiman, Sakaşin, Ut vilayətləri Roma tərəfindən işğal edilməsi bu 371 Dizrav döyüşünün nəticəsidir. Mehralılar hakimiyyətindən son qoyulması 705 Əməvilər tərəfindən verilən qərar olub. Doğru cavab B variantı olacaq. Müasir xəritədə ulduzla qeyd edilmiş ərazimiz buradır və Naxçıvandır. Orta Tunc dövrünün xüsusiyyətini müəyyən edin. Erkən şəhər mərkəzlərinin meydana gəlməsi elə doğru cavab A-dır. Söhbət 2-ci Kültəpə məskənindən gedir. Şəhər tipli məskənlərdən də Naxçıvanda yerləşir. Alt sənət sümüyünün aşkar edilməsi aid deyil. Bu Azıq mağarasıdır Qarabağda. İlk dəfə evlərin isə din ibadətgahlar. Bunlar Qazaxda, Xaçmazda və Naxçıvanda düzdür 1-ci Kültəpə var, amma Orta Tunc dövrünə aid deyil. Yəni C erkən Tunc dövrü olduğu üçün cavab götürə bilmərik. Elin mədəniyyətinə aid nümunələr mövcud olması xeyr, bu aid deyil. Bu Atropatena və Albaniyada da Şəkidə tapılıb. Yunan kitabələri filan, Yunan yazısı filan. Katakomba qəbirlərinin tapılması, bu da Mingəçevir və Qəbələdə Albaniya dövlətinin tarixinə aid tapıntılar ola bilər. Əhəməni ağalığı dövründə Azərbaycanın şimalında ilk quldar dövlət meydana gəldi. Yanlışdır, çünki bu dövlət eramızdan əvvəl 4-cü əsr Albaniyadır və bu Makedon İskəndərinin imperiyasının parçalanması nəticəsində yaranıb və həmin dövrdə Əhəməni ağalığı dövrü deyil. Kiçik Midiyada Qaumata üsyanı baş verdi. Bu doğru cavabdır. Eramızdan əvvəl 522-21-ci illərdə Qaumata üsyanı olub. B doğru cavabdır. İranus tərəfindən canişinlik sistemi bu Manna dövlətinə aiddir. Əhəməni ağalığı dövrü deyil. Atropatena dövləti Əhəməni ağalığı dövründə mövcud deyildi. Qavqamela döyüşü Əhəməni ağalığı dövründə olsa da Makedoniyalılar orada qalib gəlib, məğlub olmayıb. Y variantı da olmaz. 643-cü ildə ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində ərəblərlə Azərbaycan mərzbanı arasında sülh imzalandı. Bu elə doğru cavabdır. Çünki İsfəndər ibn Fərruxzad deməli ərəblərlə müqavilə imzalayır və cizyə ödəməlidir əhali. Xilafət tərəfindən Azərbaycan işğalı başa çatdırılması bu yanlışdır. 643 deyil, 643 Cənubi Azərbaycan tutulur və şimala yol açılır. İşğal başa çatdırılmır. Bələncər döyüşündə Xəzərlər məğlub edildi. Bunun Cənubi Azərbaycana daxil olması ilə əlaqəsi yoxdur və həmçinin Xəzərlər tərəfindən məğlub ediliblər ərəblər həmin döyüşdə. Alban hökmdarı Cavanşir hakimiyyətindən uzaqlaşdırıldı. Cavanşir hakimiyyətə bir il öncə gəlmişdi, 642-ci ildə. Öldürülməsi 681-dir və bu yürüşlə əlaqəsi yoxdur. Araz çayına şimaldakı vilayətlərin idarəsi ərəb canişinlərinə həvalə edildi. Bu da yanlışdır, çünki bu 705-ci il Albaniya süqutundan sonra belə bir şey olub. Doğru cavab A variantı olacaq. Xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin, yəni qədim Romadan söhbət gedir, Romadan Cənubi Qafqaza 3-4-cü əsrlərdə hücumlarına doğru bəndləri müəyyən edin. Sasani dövlətlə müharibələrin aparılması düzdür. Məsələn, Amid döyüşü, Dizrav döyüşü həmin dövrdə aparılıb. 262-ci il müharibəsində demək olar, Albaniya işğalından öncə. Dizrav döyüşündə qalib gələrək Albaniya bəzi bölgələrini tutub. Uti, Sakaşin, Girdiman, Kolt düzdür.
Maqnezi döyüşündə Selevki hərbi qüvvələri məğlubiyyətə uğradıb Roma, amma eramızdan əvvəl 2-ci əsrdir o. Yəni bizdə sualın şərtində 3-4-cü əsr qeyd olunub. Ona görə biz onu götürməyəcəyik 3-ü. Atropatena və Parfiya dövlətlərinin hərbi ittifaqına qarşı mübarizə aparılması, bu da eramızdan əvvəl 1-ci əsr Karra döyüşü, Fraspa döyüşü ola bilər. Cənubi Qafqazın tamamilə işğal edilərək əyalətə çevrilməsi xeyr. Cənubi Qafqaz Sasanilərin nəzarətində qalmışdı. Doğru cavab A variantı 1 və 2 olacaq. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Ərəb tayfalarının Azərbaycanın strateji ərazilərdə yerləşdirilməsi bu köçürmə siyasətinə aiddir. Bütpərəstlərin zorla müsəlmanlaşdırması xeyr, cizyə alırdılar. Zoraki müsəlmanlaşdırmaq deməli və üstəgəl bu dini siyasətdir. İqtisadi siyasət deyil. Rabatlar onun hərbi siyasətidir, hərbi məskənlərin yaradılmasıdır. Pul islahatına əsasən dövriyyədən Sasani və Bizans pullarının çıxarılması bu doğrudur. İşğal etdikdən sonra belə bir pul islahatı keçirmişdilər ərəblər. İlk xəlifələr dövründə əhali və əmlakın siyahıya alınması yanlışdır. Çünki siyahıya alınma 725 Əməvilər dövrüdür, xəlifələr dövrü deyil. 1-ci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdi. Roma Respublikası 1-ci əsrdə mövcud deyildi, Roma imperiyası mövcud idi. Alan tayfalarının yürüşü var. 1-ci əsrdə 72-74 ən böyük yürüş. Parfiya hücumları var. Ona görə elə Roma ilə diplomatik əlaqələr qurmuşdu. Çünki Parfiya 20-ci ildə Atropateni işğal etdikdən sonra Albaniyanı hədəf seçmişdi. Ona görə təhlükə törədirdi. Selevkilər dövləti olmaz, Makedoniya imperiyası olmaz. Doğru cavab B variantı 2 və 3 olacaq. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafətlə apardığı diplomatik danışıqların ümumi nəticəsi Albaniya daxili müstəqilliyini qoruyub saxlamışdı. A yanlışdır. Cavanşir hər iki dövlətdən vassalasılığı qəbul etmişdi. B düzdür. Çünki 664-cü ildə Xəzərlərlə bağlanan müqavilə və 667-670-ci ildə xəlifə ilə danışıqlar nəticəsində hər iki dövlətdən asılılığı qəbul etmişdi. Doğru cavab B-dir. Xarak vergisi ərəblər tətbiq etmir, Sasanilər tətbiq edib. Bizansla qarşı ittifaq qurulmayıb, yanlışdır. Albaniya dərsi Mərzbanlılar bu dövrdə olmaz, çünki hakimiyyətdə özü idi və Mərzbanlılar tərəfindən idarə olunmurdu və həmçinin Mərzbanlılar Sasaniyalı dövründə Azərbaycanda idarəçilikdə iştirak edirdilər. Eyni əsrdə baş vermişdir. Cənubi Qafqaz uğrunda Sasani-Bizans müharibələri. Cənubi Qafqaz uğrunda Sasani-Bizans müharibələri bizim eramızın deməli 4-cü əsrdən etibarən, çünki Bizans 4-cü əsrdə yaranıb, 5-4-5-6-cı əsrlərdə, 7-ci əsrlərdə bu mübarizələr davam edib, Sasani-Bizans mübarizələri davam edib. Albaniya 7-ci əsr ən sonuncu mərhələ 624-628 ən sonuncu Sasani-Bizans müharibəsinin mərhələsidir, 7-ci əsr. Alban sərkərdə Cavanşirin Sasani şah tərəfindən mükafatlandırılması 636 Kadisiya döyüşü nəticəsində olub, bu da 7-ci əsrdir. Savalan döyüşündə Xəzərlərin ərəbləri məğlub etməsi 731-8-ci əsrdir. Alban daşlaşların hakimiyyətə gəlməsi eramızın 1-ci əsrdir. Doğru cavab 1-dən 2, 7-ci əsrdir. Doğru cavab 1-2 olacaq. Manna və Midiya dövlətlərinin tarixinə aid oxşar cəhətlər eramızdan əvvəl 6-cı əsrdə süqut etməsi düzdür. Manna eramızdan əvvəl 590, Midiya eramızdan əvvəl 550. Əhəmənlərin hücumlarına məruz qalması bu yanlışdır. Midiya ilə mübarizə aparıb Əhəmənlər. Asur dövlətinə qarşı mübarizə aparılması oxşar cəhətdir. Manna-Asur mübarizəsi kifayət qədər geniş bir tarixi dövrdə olub. Midiyada Babillə birləşərək Asuriya qarşı hücumlar edib və 65-ci ildə də son qoyublar. Feodal münasibətləri yox, quldarlıq münasibətləri olub. Atəşpərəstlik Atropatenada hakimdən olub. Doğru cavab 1 və 3 olacaq. Eramızdan əvvəl 22-ci əsrin əvvəllərində Kuti dövlət qurumuna aid olanlar müəyyən edin. İkisi arasında mövqeyi zəifləmir, əksinə güclənir. Çünki həmin ərazini işğal edir. Akkad dövlətinin varlığına son qoyur. 22-ci əsrin əvvəli. 22-ci əsrin sonlarında mövqeyi zəiflir və oradakı ağalıqlarına son qoyulur. 2 düzdür. Akkad dövlətinin varlığına son qoyulur və həmin dövrdə Kutlər türk mənşəli sular tərəfindən idarə olunur. Doğrudur. Asur ilə siyasi iqtisadi əlaqələrə malik olması bu yanlışdır. Doğru cavab olacaq 2 və 3. 26-cı sualda Atropatena Sasani imperiyasının tərkibinə daxil edilməsi 227-ci ildir. Xilafətin köçürmə siyasəti 8-9-cu əsrlərdə olub. Dizravda itirilən vilayətlərin geri qaytarılması 387, Ağqoyun kilsə məclisinin çağırılması 488. Burada ardıcıllıq 1, 3, 4 və 2 olacaq. 27-ci sualda uyğunluq sualdır. Urartunun Man ərazilərinin hücumlarının son qoyulması eramızdan əvvəl 8-ci əsrdir. Heç birisinə aid deyil. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsasının qoyulması bu İskit dövlətidir. 1B.
İskit dövləti Midiya tərəfindən işğal edilməsi eramızdan əvvəl 590 manna ilə eyni vaxtda aiddir C2-yə. İkinci Kirimassaget tayfalarla mübarizədə öldürülməsi eramızdan əvvəl 530-cu ildir, 6-cı əsrdir. D variantı. Lubu tayfa ittifaqının dövlət qurumuna çevrilməsi eramızdan əvvəl 3-cü minillikdə heç birisinə aid deyil. Doğru cavab 1B, 2 isə CD olacaq. Mənbə sualında 481-529-cu illəri əhatə edən Məzdəkilər hərəkatından bəhs olunur və 1-ci Qubad əvvəl onları himayə edib, daha sonra isə onlara qarşı mübarizə aparmışdı. Mənbədə bəhs olunan hərəkatın əvvəllər mövcud olmuş hansı dini cərəyanın təsirə məruz qaldığını yazın. Bu mani təlimidir. 3-cü əsrdə dini birlik uğrunda mübarizə aparan hərəkat idi. Sadəcə fərq var idi ki, mani təlimi məzdəkilərdən fərqli olaraq xeyrin şər üzərində qələbəsinə inanmırdılar bu fəlsəfəyə görə. 29-da mənbədə bəhs olunan hərəkətin əsas ideyaları haqqında iki fikir yazın. Onların əsas tələbləri bərabərlik, sosial və əmlak bərabərliyi bunu tələb edirdilər və ədalətli cəmiyyət qurmaq hədəfləmişdilər. Mahiyyətcə bu xürrəmlər onların ideya davamçılarıdır. Çünki onlarda da sosial və əmlak bərabərliyi və ədalətli cəmiyyətin qurulması əsas ideyalarında əsas yer tuturdu. Mənbədə bəhs olunan hökmdarın, yəni 1-ci Qubadın hakimiyyətini yenidən bərpa etdikdən sonra hərəkət iştirakçılarına qarşı həyata keçirdiyi iki tədbiri yazın. Təbii ki, hakimiyyətini bərpa etdikdən sonra məzdəkilərə qarşı mübarizəyə başlayır və bu üsyan yatırılır və tərəfdarları öldürülür. Və yekun nəticədə bu hərəkət elə 1-ci Qubad tərəfindən də yatırılmışdı.